Kinonun gündəm olması gözəl hadisədir. Ancaq könül istər ki, kino məziyyətləri ilə, müsbətləri ilə bir hadisə kimi gündəm olsun. Məsəti kimi yox. Məsəti filminə hələ baxmamışam, bu yüzden nə lehinə, nə də əleyhinə bir kəlmə də deyə bilmirəm. Amma əmin olun ki, Məsəti filmində Məsəti Gəncəvi aşağılanırsa belə, bizim ümdə əsas problemimiz bu deyil. Bizim kino institutumuz bağça səviyyəsinə enib. Ədalətsizlik, diletantlıq, pul davaları fonunda Azərbaycan kino sənayesinin bərəkəti, hərəkəti qaçıb. Qüdsi bir sənət olan kino havası artıq o qız qalasının başından çəkilir. Mədəniyyət platformasında ən qaynaq əngəlimiz kino, ədəbiyyat silahını yerə qoymağımızdır. 1960-cı illərdə təşəkkül tapmağı bacaran Azərbaycan kinosu bizə ən çox lazım olan illərdə, yəni müstəqillik illərində süqut elədi. Kino, ədəbiyyat, mədəniyyət kimi iti silah şərə qarşı qalxanda bayraqdar olur. Təəssüf ki, bu elə bir silahdır ki, mədəniyyət şərin əlində də güclü bir silaha çevrilə bilir. Cüzamlı əllərdə donuz sümüyü qədər iyrənc görünsə də. İllərdir kinoya verilməyən dəyər şərin silahını bülövlüyür. Struktur olaraq hər şeyimiz yerindədir. Kinomuz olmasa da arkamız var. Əfsus ki, yeni mədəni mənəvi abidələr yarada bilməməyimiz bir yana, mövcud mədəniyyət məbədimizi də qoruya bilmirik. Silahı, qalxanı buraxdığımızdan müasir silahlarla silahlanmış dünya, düşmən qarşısında dura bilmirik. Hər il yeni zidd ideyalar, azarlı məhsullar üstümüzə işığıyır və mənəvi dünyamıza boşluqdan, mədəniyyətimizin kino arkasından daxil olur. Ən xırda böhranlar zamanı mədəniyyət layihələrinin durdurulması, ildən ilə kinoya ayrılan kapitalın azaldılması və bu kimi qərarlar Azərbaycanda sərasər bir kino sənayesinin, bir festivalın yaranmasına mane oldu. Yaradıcı şəxslərin öz hesabına çəkdikləri bir güllə bahar olmadı. Nə qədər ki, bahar gəlmir, onun yerində soyuq şimal küləkləri əsəcək. Qərbdən, şimaldan, cənubdan fərq eləməz. Hələ görün, çəkmədiyimiz nə qədər kinomuz qalıb. Məsətisi, Şah İsmayılı, Füzulisi. Biz çəkməsək, onlar çəkəcəklər. Görün, hələ qabaqda bizi nə qədər kino zərbələr gözləyir. Bir qeyd edeyim ki, bu verilişi hazırladığım anlarda elə indi dostlar mənə Məsəti filmini yolladılar. Filmə baxdıqdan sonra çalışacağım, ayrıca bu film haqqında da verilişimiz olsun. Salamat qalın. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz.